Mən Məmmədov Məmmədəli Mirəlioğlu, Azərbaycan Milli Konservatoriyası Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi Elmi Tədqiqat Laboratoriyasının rəhbəri. Azərbaycan milli musiqi alətlərinə həvəs məndə uşaq vaxtlarımdan bu həvəs baş qaldırıbdı. Deyim ki, mən 10-11 yaşlarında olarkən bu həvəs o qədər güclü idi ki, məndən. İnanın ki, axşamlar yatanda da bizdə bir VF radiosu vardı. Onu qoydum başımın yanında və orada gözləyirdim, proqram da bizə həmişə gələrdi. Və orada gözləyirdim ki, proqramda tarifası, bir dördün olurdu saat 12-də. Biz də uşaqlar idik. Saat 8-də, 9-da, 10-da uzağa yatmalıydık da. Amma gözümə yuxu gedmirdi. Saat 12-də açırdım, Hacı Məmmədovun məsələn tarifalarına qulaq asırdım. Belə həvəs məni məcburlədi. Əlbəttə o vaxtı deməli tar almağa bəlkə də elə bir imkan olmadı. Mandolin musiqi alət aldım və qısa zamanda müəllimsiz, elə öz, yəni o istedad deyək, onun hesabına mən mandolin musiqi alətində bir neçə havanı ifa etməyə başladım. Əlbəttə, atam bu həvəsi məndə gördü və indi bilirsiniz də milli ənənələr var. Dedi ki, bu nədir çalırsan? Kişi tar çalar. Və belə atam mənim üçün tar aldı. Amma tar alətini əldə etdikdən sonra o alətlərdə nə qədər problemlərin olduğunu birinci kökləməkdə o qədər əziyyət çəkirdim ki, ifa zamanı simlərin qoldan yuxarı olmağı və bunlar hamısı məni düşündürürdü. Və mən elə bu atam aldığı tarın üzərində müəyyən bəzi işlər gördüm. Əlbəttə, məndə musiqiyə həvəs böyük idi, ifaçılığa həvəs böyük idi. Amma buna baxmayaraq, evdə valideynlərim, birinci növbədə atam mənim musiqiçi olmağımı istəmirdi. O məni mühəndis görmək istəyirdi. Belə də oldu, orta məktəbi bitirdikdən sonra mən Azərbaycan Neft Kimya İnstitutuna, indiki Neft Akademiyasına sənədlərimi verdim və həmin il institutun axşam şöbəsinə qəbul oldum. Və belə oldu ki, mən axşam şöbəsində təhsilimi davam etdirə-etdirə Azərbaycan o vaxtı SSR Elmlər Akademiyası Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda laborant vəzifəsinə düzəldim. Və bu illər ərzində mən ümumiyyətlə elmin nə olduğunu bildim 16 ildə. Elm nədir? Nədən başlayır? Məqsəd nədən ibarətdir? Mən bunları əldə etdim. Belə ki, mən elə o ərəfələrdə Azərbaycan SSR Elmlər Akademiyasının nəzdində ansambl vardı. Xalq çalğı alətləri ansamblı. Orada deməli, ansamblda gitarada ifa edirdim. Özəl bir iş açdım. Həmin özəl işdə mənim vaxtım çox idi. Və mən hansı ki, məsələn, tarla bağlı, mən həyatım qədər sevdiyim tarla bağlı nə problemləri görürdümsə, o boş vaxtlarımda, deməli, tarda, kamançada o problemlərin aradan qaldırılmasından ötəri işlər görürdüm. Yəni, məndə elə bir şərait vardı orada. Yəni, avadanlıqlarım da vardı, ora lazım olan ağac materiallarını tapa bilirdim və eləxır və eləxır. Və mən deməli bir neçə musiqi alətləri, deyək Qarabağ kamanıdır, elektro kamandır,
sonra udmən musiqi alətidir və onları əldə etdikdən sonra professional ifaçılarla məsləhətləşmələrdən sonra məndə belə bir yəqinlik gəldi ki, həmin musiqi alətlərinin sənədlərinin çertyojlarını hazırlayıb Müəllif Hüquqları Agentliyinə təqdim etdim. Əsas mən üzərində işlədiyim musiqi alətləri, təkmilləşdirdiyim musiqi alətləri, təkmilləşmiş çəng musiqi aləti, təkmilləşmiş tac zərb simli aləti, təkmilləşmiş kamança, təkmilləşmiş tar. Mən deyim ki, tar üzərində təkmilləşmə ilə bağlı çox şeylər görmüşük. Mən düzəltdiyim musiqi alətlərini əlbəttə müəllif hüquqlarına veriləndə həmin musiqi alətlərinə adsız onlar qəbul edilmirlər, adlar verilir. Mən deyim, Qarabağ kamanı, tac zərb simli aləti, təkmilləşmiş çəng, yəni bu çəng musiqi aləti tam fərqli, deyək ki, 200 il, 300 il bundan qabaq ulularımızın yaratdığı çəng aləti deyil. Tam müasirliyə cavab verən musiqali zərb simli alətimizdir. Bugünkü gün müasirliyə cavab verən, tarda gördüyümüz təminlə kökdən düşməyə qarşı mübarizə, qolla çanaq arasındakı bucağın tənzimlənməsindən ötəri mexanizm, tarın səs effektinin yaxşılaşdırılması, qol üzərinə dolanan pərdələrin plankaya keçirilməsi və ilaxır zərb simlərinin yerlərinin dəyişdirilməsi, daha rahat köklənməsindən ötəri müəyyən bir işlər görülürdü. Kamançada səs effektinin yaxşılaşdırılması, kökdən düşməsindən asılı. Musiqi alətini düzəltmək, orada birinci növbədə fizikanı bilmək lazımdır, sapramat elmini bilmək lazımdır, nəzəri mexanikanı bilmək lazımdır. Yəni, texniki elmlərdən anlayışın olmalıdır. Mexaniki dalğalar nədir, səs dalğaları nədir, materiallarda səs dalğalarının yayılması hansı sürətdir. Əlbəttə, mən tarla işləyəndə bizim profesional, virtuoz ifaçıların məsləhətlərinə qulaq asıram. Onlar mənə deyirlər, hansı problemlər var musiqi alətində. Biz zərb simli aləti, tacı əldə eləyəndə, düzdür, bizdə mütəxəssis yoxdur. Amma bizim İran Azərbaycanlılarımız var. Bilirsiniz ki, orada santur ifa olunur İranda. Özü ki, orada çox yüksək səviyyəli ifaçılar var. Mən oraya ezam olundum, getdim. Onların ifasını dinlədim. Orada ustalarla söhbət elədim. Onun konstruksiyası haqqında, səs effekti haqqında, hansı proseslər gedir, səs almaqdan ötəri, rezonatorlar necə və ilaxır. Bunları əldə eləyəndən sonra, əlbəttə, hamısı olandan sonra mən gəldim bura, öz zərb simli alətimizi yaratdıq. Artıq Azərbaycan xalqı deyə bilər ki, bəli, bizim zərb simli alətimiz var. Hər bir işə yanaşanda, yanaşmamışdan qabaq bir elmli olmaq lazımdır. Elmli nə mənada? Əgər mən bilmədiyim bir işin dalıcan gedirəmsə, əlbəttə orada mən heç bir müvəffəqiyyət əldə edə bilməyəcəm. Çünki mən o işi bilmirəm.